SAT imtahanı iki hissədən ibarətdir. Verbal və riyaziyyat. Verbal hissəsi də özü iki yerə bölünür. Reading və writing. Writing hissəsi daha çox qrammatik suallardan ibarətdir. Oxu hissəsində isə müxtəlif ölçülü, çox böyük olmayan ölçüdə təbii ki, mətnlər və mətnlər əsasında müxtəlif suallar soruşulur. İngilis dili hissəsində 27 olmaqla cəmi 54 sual var və bu imtahanlar nəticələrinə görə şagirdlər Avropa, Türkiyə, Amerika və eləcə də dünyanın müxtəlif ölkələrində bu nəticələrlə universitetlərə müraciət edə bilərlər. Azərbaycanda isə SAT nəticələrinə görə ancaq adı universitetinə qəbul olmaq olar. İmtahanlar ildə 8 dəfə keçirilir.